Salam əziz şagirdlər, əziz abituriyentlər. Bugünkü dərsimizdə çevrə üzrə bərabər sürətli hərəkət, period, tezlik, dönmə bucağı və bucaq sürəti, xətti sürət, bucaq sürəti ilə xətti sürət arasındakı əlaqə başlıqlarının izahını verəcəm. Başlayaq şagirdlər. Çevrə üzrə bərabər sürətli hərəkət. Biz demişdik ki, düz xəttli dəyişən sürətli hərəkət, bərabər sürətli hərəkəti keçərkən demişdik ki, cismin hərəkəti zamanı cızdığı xətt trayektoriya adlanırdı və trayektoriyanın formasına görə hərəkət iki növə ayrılırdı. 1. Düz xətli, 2. Əyri xətli. Trayektoriyamız düz xətli olarsa belə hərəkətə düz xətli hərəkət, trayektoriyamız əyri xətli olarsa belə hərəkətə əyri xətli hərəkət deyilir. Deməli, şagirdlər, əyri xətli hərəkətin ən sadə növü olan çevrə üzrə hərəkətdən danışacağıq. Məsələn, tutaq ki, bizim cismimiz hər hansısa bir A nöqtəsindən B nöqtəsinə bu şəkildə gəlir. Artıq bu əyri xətli hərəkətdir. Başda onu qeyd edeyim ki, istənilən cür əyri xətli hərəkət təcilli hərəkətdir. Yəni, sürətimiz modulca sabit qala bilər. Sürətimiz modulca sabit qalsa da, əyri xətli hərəkətdə sürət istiqamətcə dəyişdiyinə görə sürətin istiqamətcə dəyişməsi hesabına təcil yaranır. Yəni, istənilən cür əyri xətli hərəkət təcilli hərəkətdir. Çevrə üzrə bərabər sürətli hərəkət isə əyri xətli hərəkətin sadə növlərindən biridir ki, biz bu hərəkətləri bax bu şəkildə çevrələrə tamamlayıb onu çevrə üzrə hərəkət olaraq öyrənəcəyik. Bu bir. Sonra indi gəlirik çevrə üzrə bərabər sürətli hərəkətin tərifinə. Deməli, şagirdlər, artıq mən hərəkətimi çevrə qəbul elədim. Bu bizim çevrəmiz. Bu çevrəmizin mərkəzi olsun. Bir dəqiqə yaxşı səliqəli olsun. Orta. Olsun çevrənin mərkəzi. Deməli, cisim A nöqtəsindən tutaq ki, sadəqrəb istiqamətində fırlanır. A nöqtəsindən hərəkətə başlayaraq gəlir B nöqtəsinə. B nöqtəsindən də gəlir C nöqtəsinə. Artıq bizdən ötürü burada AB və BC adlanır qövs. Və biz tərif olaraq bunu bu şəkildə qeyd edirik ki, bərabər zaman fasilələrində bərabər qövslər cızan cismin hərəkətinə çevrə üzrə bərabər sürətli hərəkət deyilir. Yəni, çevrə üzrə bərabər sürətli hərəkətdə AB hissəsinə sərf olunan zaman BC hissəsinə sərf olunan zamana bərabər olsun, AB qövsü BC qövsünə bərabər olsun. Yəni, çevrə üzrə bərabər sürətli hərəkətin tərifi bərabər zaman fasilələrində bərabər qövslər cızan cismin hərəkətinə çevrə üzrə bərabər sürətli hərəkət deyilir. Qövslərimiz eynidirsə, avtomatik həmin qövslə söykənən bucaqlarımız da eyni olacaq. Ona görə deyəcəyik ki, bərabər zaman fasilələrində cisimlər bərabər bucaqlar cızarsa və yaxud da bərində eyni bucaq qədər dönən hərəkətə çevrə üzrə bərabər sürətli hərəkət deyilir. Belə. Çevrə üzrə bərabər sürətli hərəkətdə deməli sürətimizin modulundan gedir söhbət. Sürətimizin modulu, sürətimiz yenə də V hərfi ilə işarə olunur. Sürətimizin modulu L bölünsün T üstündən hesablanır. Yəni, bərabər zamanda bərabər qövslər cızdığımıza görə avtomatik bizim sürətimiz sabitdir modulca. Yəni, çevrə üzrə bərabər sürətli hərəkətin tərifi budur. Sürətimiz modulca sabitdir, istiqamətcə vaxtaşırı dəyişir. Çevrə üzrə bərabər sürətli hərəkətdə sürət həmişə çevrəyə verilmiş nöqtələrdə toxunan istiqamətdə yönəlir. Bunu deyirik, xəttə sürəti deyəndə yenə də qeyd eləyəcəm. Yəni, biz çevrə üzrə bərabər sürətli hərəkətdə sürətin zamandan asıllıq qrafikini çəkəsi olsaq, biz həmin qrafiki nə çəkəcəyik? Sabit asıllıq çəkəcəyik. Çünki sürətimiz modulca dəyişmir, istiqamətcə vaxtaşırı dəyişir. Çevrə üzrə hərəkət təkrarlanan hərəkətdir. Təkrarlanan hərəkətlərə periodik hərəkətlər deyilir. Yəni, cisim A nöqtəsindən çıxıb A nöqtəsinə qayıdırsa, avtomatik bu cisim bir tam dövr eləmiş olur. A nöqtəsindən sonraki hərəkət artıq əvvəlki hərəkətin təkrarıdır. Əvvəlki hərəkətin təkrarı olduğuna görə çevrə üzrə hərəkətə təkrarlanan hərəkət deyilir. Təkrarlanan hərəkət periodik hərəkətdir. Period nədir? Bir tam dövrə sərf olunan zamana dövr etmə periodu deyilir. Dövr etmə periodu böyük T hərfi ilə işarə olunur və kiçik T bölünsün N düsturu ilə hesablanır. Buradakı T zamandır. N isə dövrlərin sayıdır. Dövrlərin sayı. Dövrlərin sayının vahidi yoxdur, zamanın vahidi saniyədir. Demək ki, dövr etmə periodunun vahidi olacaq 1 saniyə. Və dövr etmə periodu
saniyə ölçəni adlanan cihazla ölçüləcək. Məsələn, buna aid sadə bir misal tutaq ki, bizə deyəcək ki, t bərabərdir 10 saniyə ərzində cisim n bərabərdir 20 dövr eləyib. Bu cismin dövr etmə periodunu tapın. T bərabərdir kiçik t bölünsün böyük n. Yəni 10 bölünsün 20, o da eləyəcək 0,5 saniyə. Vahid zamandakı dövrlərin sayına dövr etmə tezliyi deyilir. Dövr etmə tezliyi kiçik n hərfi ilə işarə olunur və böyük n bölünsün kiçik t üsulundan hesablanır. Buradakı n yenə də dövrlərin sayıdır. Dövrlərin sayı, t isə zamandır. Artıq tezliyin vahidinə baxası olsaq, tezliyimizin vahidi olur 1 böl saniyə. 1 böl saniyəni biz necə yazırıq? Saniyə üstü mənfi 1 yazırıq və yaxud da hertzin şərəfinə 1 hertz də qəbul olunur tezliyin vahidi. İndi biz tezliklə periodun düsturlarına diqqət eləsək, baxarıq ki, biri t böl n-dir, biri n böl t-dir. T böl n kəsiri ilə n böl t kəsiri bir-birinin tərsidir. Demək ki, bizim dövr etmə periodu ilə tezlik bir-birinin tərsidir. Yəni, t-nin yerinə 1 böl n ifadəsi yaza bilərsiniz, n-in yerinə 1 böl t ifadəsi yaza bilərsiniz. Yəni, qrafik olaraq çəkəsi olsaq, bizim tezliyimiz periodla, periodumuz tezliklə tərs mütənasib aslıdır. Yəni, qrafikimiz hiperboladır. Belə, bu oldu period və tezliyimiz. İndi gəlirik çevrə üzrə hərəkətlərə nümunələr deyək. Çevrə üzrə hərəkətlərə nümunələr nə deyə bilərik? Saatın saat əqrəbi, saniyə əqrəbi, dəqiqə əqrəbi, yerin öz ətrafına fırlanması, yerin günəş ətrafına fırlanması, bunlar hamısı çevrə üzrə bərabər sürətli hərəkətə aiddir. Demək ki, bu hərəkətlərin hər birinin periodu mövcuddur. Biz o periodları deyək, ondan sonra keçək dönmə bıçağına. Deməli, birinci başlayırıq biz saniyə əqrəbindən. Saniyə əqrəbinin periodu 60 saniyədir. Yəni 1 dəqiqədir. Dəqiqə əqrəbinin periodu 1 saatdır. Yəni 60 dəqiqədir. Saniyə ilə yazası olsa 3600 saniyədir. Saatın saat əqrəbinin periodu. Saatın saat əqrəbinin periodu 12 saatdır. Yəni 720 dəqiqədir. Sonra yerin öz ox ətrafında fırlanma periodunu istəyir bizdən. O da bizdən ötürü 24 saatdır. 24 saatımız isə 1440 dəqiqəyə bərabərdir. Bu periodları əzbər bilmək lazımdır ki, biz periodun hissələrində yol yer dəyişmədən danışacağıq. O başlığı ayrıca izah edəcəm. Onda biz bu periodları bilməsək, zamanımız periodun hansı hissəsi olduğunu təyin etməkdə biraz çətinlik çəkəcəyik. İndi gəlib dönmə bucağına. Dönmə bucağı nədir? Qövsün uzunluğunun radiusa nisbətinə dönmə bucağı deyilir və dönmə bucağı fi hərfi ilə işarə olunur. Fi bərabərdir L böl R düsturu ilə hesablanır. Dönmə bucağının vahidi 1 radiandır. Radian əlavə vahiddir. 7 əsas vahidimiz var. 2 dənə əlavə vahidimiz var. Əlavə vahidlərimizdən biri radiandır, biri steradiandır. Radiandan başqa da bucağın ölçüsü dərəcələrlə də ölçülə bilir. Bir radian hansı bucağa deyilir? Bir radian o bucağa deyilir ki, şagirdlər, həmin bucağın qövsünün uzunluğu radiusa bərabər olsun. Bax, bu bir radianın ifadəsidir. İndi mən bucaqdan, dərəcədən radiana, radiandan dərəcəyə keçməyə bir nümunə göstərim. Məsələn, tutaq ki, 60 dərəcə radiana çevirmək istəyirik. Onu nə edəcəyik? Pi böl 180-ə vuracaq. Yəni 60 dərəcə bizdən ötürü olacaq pi böl 3 radian. Və yaxud da radiandan dərəcəyə keçmək istəyirəm. Məsələn, tutaq ki, pi radian neçə dərəcədir? Radianı 180 bölünsün piyə vurur. O da eləyir 180 dərəcə. Əssalam. Yəni, radiandan dərəcəyə keçmək üçün 180 böl piyə vurun. Dərəcədən radiana keçmək üçün pi böl 180-ə vurun. Və yaxud da pi radianı 180 dərəcə qəbul edə bilərik. Məsələn, 360 dərəcənin radian qiyməti 2 pi'dir. Pi'ni 180 fikirləşirəm və 2 pi qeyd edirəm bucağımızı, dönmə bucağımızı. Bu oldu bizdən ötürü dönmə bucağı. İndi gəlin bucaq sürəti haqqında məlumat verək. Görək bucaq sürətimiz nədir? Vahid zamandakı
dönmə bucağına bucaq sürəti deyilir və yaxud da bucağın dönmə yeyinliyinə bucaq sürəti deyilir, dəyişmə yeyinliyinə bucaq sürəti deyilir və yaxud da dönmə bucağının həmin dönməyə sərf olunan zamana nisbətinə dönmə bucaq sürəti deyilir. Omega hərfi ilə işarə olunur. Omega bərabərdir fi bölü t düsturu ilə hesablanır. Bucaq sürətimizin vahidi 1 radian bölünsün saniyədir. Və bucaq sürəti fi bölü t düsturu ilə hesablansa da, bizim bucaq sürətimiz, omeqamız fi'dən də, t'dən də asılı deyil. Biz buradan fi'ni təyin eləyəsi olsaq, fi bizdən ötürü fi bərabərdir omega t ifadəsini alarıq. Yəni bizim fi'miz t ilə necə asılı olacaq? Düz mütənasib asılı olacaq. Buradakı bucağın tangenti omeqanı verir bizə. Deməli, şagirdlər, bizim fi'miz omega t düsturu ilə hesablandığına görə, fi'miz omega t düsturu ilə hesablandığına görə, ona görə də bizə belə bir qrafik versə, məsələn, omeqanın t'dən asıllıq qrafikini verə bilər bizə hər hansısa belə bir qrafik. Bax ki, dəyişən bucaq sürəti verər. O zaman, bax, burada qalan fiqurun sahəsi, yazıram bura S fiqur, həmişə nəyə bərabərdir? Fi'yə bərabərdir. Bax, bu da bizim bucaq sürətimiz. İndi, biz əgər bir tam dövr eləyəriksə, bir tam dövr yazıram bura. Bir tam dövrdə bizim döndüyümüz bucaq 360 dərəcədir. Bunun radian qiymətinə baxası olsaq, radian qiyməti 2pi'dir. Və bir tam dövrdə sərf olunan zamanımız isə perioda bərabərdir. Onda bizim bucaq sürətimiz üçün belə bir ifadə alarıq ki, omeqamız bərabər olar. Fi'nin yerinə 2pi yazaram, t'nin yerinə böyük t yazaram. Olar 2pi bölü t. 2pi 1 bölü t'nin də yerinə n yazsaq 2pi n. Bu düsturlara əsasən bizim bucaq sürətimiz periodla tərs mütənasib asılıdır. Periyodla tərs mütənasib asılıdır. Bizim bucaq sürətimiz tezliklə necə asılıdır? Düz asılıdır. Tezlikdən düz mütənasib asılıdır. Bu oldu bizim bucaq sürəti anlayışımız. Yəni, periyod verilibsə, bucaq sürətini rahatlıqla təyin edə bilərik. Və 2pi konkret ədəd olduğu üçün, məsələn, bucaq sürətini hansı cihazla təyin etmək olar sualı düşərsə bizə, biz onu saniyə ölçən olaraq qeyd edə bilərik. Belə, bu da bizim bucaq sürətimizin anlayışı. Məsələn, bucaq sürəti ilə bağlı biz sualları necə həll edə bilərik? Məsələn, bir dənə məsələ deyirəm. Belə, tutaq ki, bir dənə çevrə verib, hər hansısa bir çevrə verib, cisim A nöqtəsindən hərəkətə başlayıb və bura 90 dərəcə verib, gəlib B nöqtəsinə, saat əqrəbi istiqamətində. İndi bizə deyir ki, cisim A nöqtəsindən B nöqtəsinə, məsələn, tutaq ki, 2 saniyəyə gəlmişdir. Pi'ni 3 verib bizə və bizə deyir ki, bucaq sürətini hesabla. Omega bərabərdir sualı. Mən bunu 2 üsulla həll edə bilərəm. Bizim bucağımız 90 dərəcədir. Yəni, fi'nin qiymətini mən pi bölü 2 yaza bilərəm, radian qiymətini. Və zamanı da 2 saniyə verib. Onda bizim omeqamızın düsturu fi bölü t'dir. O da bərabərdir pi bölü 2 bölü 2. Bu da eləyəcək 4-dən 3. Bu da 0,75 radian bölünsün saniyədir. Və yaxud da nə eləyərəm? Mən baxıram ki, çevrəni 4 dənə bərabər hissəyə bölmüşəm. Hər bir hissənin zamanı 2 saniyədir. Yəni, bizim periodumuz, yəni zamanımız periyodun 4-dən biridir. Onda periodumuz 4 vur t'dir. Yəni, 8 saniyədir. Yenə də nə eləyəcək? Omega bərabərdir 2pi bölü t düsturundan istifadə eləyəcək. O da bizdən ötürü 2pi bölünsün 8-dir. Bu da yenə 4-dən 3 eləyir, 0,75 edəcək. Yəni, periodu tapıb 2pi bölünsün t düsturundan da hesablaya bilərsiniz. Bucağı radiana çevirib fi bölü t düsturundan da istifadə edərək bucaq sürətini təyin etmək mümkündür. Bu da bizim bucaq sürətimiz. İndi gələk xətti sürət və xətti sürətlə bucaq sürəti arasında əlaqəni deyib bu başlığımızı yekunlaşdıraq. Deməli, xətti sürət nədir? Cismin çevrə üzrə hərəkətdəki sürətinə xətti sürət deyir. Artıq bizə xətti sürət haqqında məlumat verəndə, xətti sürətdən danışanda biz bilməliyik ki, söhbət çevrədən gedir. Yəni, cismin çevrə üzrə hərəkətdəki sürətinə xətti sürət deyilir. Buraya yazıram, xətti sürət.
Deyək ki, xətti sürətdən danışmışıq. Deməli, xətti sürət nədir? Xətti sürət cismin çevrə özü hərəkətdəki sürətidir və xətti sürətimiz qövsün uzunluğunun zamana nisbəti ilə təyin olunur. Xətti sürət həmişə çevrəyə toxunan istiqamətdə yönəlir. Bu bizim xətti sürətlərimiz. Məsələn, tutaq ki, başqa bir çevrə, burada saat əqrəbi istiqaməti qəbul edirik istiqamətimizi. Məsələn, başqa bir çevrə verər. Burada isə bizə istiqaməti verər saat əqrəbinin əksinə. İstiqamət saat əqrəbinin əksinədirsə, onda sürətlərimizin toxunanları da saat əqrəbinin əksinə olacaq. Yəni, bizə çevrə özü hərəkətdən qəbul imtahanında düşən suallarda istiqamət sualda rahatlıqla düşür. Və biz diqqət eləməliyik ki, hərəkət saat əqrəbi istiqamətdədir, yoxsa saat əqrəbinin əks istiqamətindədir. Mən baxıram, xətti sürətimiz modulundan danışıram, qövsün uzunluğunun zamana nisbətidir. Bu xətti sürətin düsturudur və xətti sürətimiz modulca sabit qaldığına görə xətti sürətimizin zamandan və gedilən yoldan asıllıq qrafiki olacaq sabit asıllıq. İndi biz yenə də bir tam dövrdən danışası olsaq, bir tam dövr. Bir tam dövrdə bizim getdiyimiz yol, yəni mən çevrəni bir tam dövr edirəmsə, getdiyim yol çevrənin uzunluğudur, 2πr-dir və sərf elədiyim zamanımız isə perioda bərabərdir. Onda bizim xətti sürətimizin əsas düsturlarından biri bu olur. 2πr bölünsün t. 1 bölü t-nin yerinə n yazası olsaq, düsturumuz olur 2πr. Artıq biz xətti sürətin düsturlarını aldıq. Bu xətti sürətin asılı olduğu kəmiyyətlərdir. Burada bir-bir gəlin baxaq. Xətti sürətimizin radiusdan asıllığına baxacağıq. Period sabit olarsa, period sabitsə avtomatik tezliyimiz də sabitdir. Xətti sürətimizin perioddan asıllığına baxacağıq. Əgər radius sabitdirsə, verilmiş radiuslu deyirsə, verilmiş radius sözünü gördünüzsə, bilin ki, r konstantdır. Və verilmiş radiuslu hərəkət zamanı xətti sürətin tezlikdən asıllıq qrafiklərini çəkək. Deməli, radiusdan asıllığımız düsturdan gördüyümüz kimi düz mütənasib asılıdır. Yəni, radiusu böyük olanın xətti sürəti böyükdür. Perioddan asıllığımız tərs mütənasiblikdir. Çünki periodumuz məxrəcdədir. Periodu böyük olan xətti sürəti kiçikdir. Və tezliklə də düz mütənasib asılıdır 2πr-n düsturuna əsasən. Bax, burada 2πr-n düsturunu da yaza bilərsiniz. Burada 2πr bölünsün t düsturuna əsasən tərs asılıqdan danışdıq. Burada da 2πr-n düsturuna əsasən düz asılıqdan danışdıq. Təbii ki, burada bizim radiusumuz sabit olarsa. Bu oldu xətti sürət və xətti sürətin asıllıq düsturları. İndi gələk burada xətti sürətlə bucaq sürəti arasında əlaqə. Yəni, biz birinci düsturumuzdan da çıxarda bilərik. Yəni, v bərabərdir L böl T düsturumuz var. Burada biz nə edirik? L-in yerinə phi R yazırıq. Phi bərabərdir L böl R düsturuna əsasən. Onda V-mizin düsturu olur phi vur R böl T. Phi böl T bizdən ötürü nə idi? Omega idi. Onda düsturumuz olur omega vur R. Yəni, V bərabərdir omega R düsturuna xətti sürətlə bucaq sürəti arasında əlaqə düsturu deyilir. Bu düstura əsasən də baxırıq ki, bizim xətti sürətimiz bucaq sürəti ilə necə asılıdır? Düz mütənasib asılıdır. Əgər radius sabit olarsa. Vəssalam. Bu düsturların bu şəkildə tək-tək verilməsinin səbəbi odur ki, hansı fiziki kəmiyyət bizə məsələdə verilərsə, həmən fiziki kəmiyyətlərdən istifadə edərək məsələmizi həll edək. İndi biz çevrə özü hərəkətə dedik ki, saatın saat əqrəbi, dəqiqə əqrəbi, saniyə əqrəbi çevrə özü hərəkət edir. Demək ki, bu əqrəblər üçün xətti sürətin hesablanmasını verə bilər bizə. Yadda saxlayırıq, qeyd olaraq düşürəm bura, qeyd. Əgər əqrəbin uzunluğundan danışırsa, əqrəbin uzunluğu bizdən ötürü olur radius. Və əqrəb verilibsə, həmin əqrəbin periodu verilmiş olur. Məsələn, tutaq ki, mənə deyəcək ki, 20 sm uzunluqlu saniyə əqrəbinin, bax, 20 sm gördünüz, radiusu 20 sm yazdım. Saniyə əqrəbi dediyinə görə periyodda 60 saniyə yazdım. Oz nöqtəsinin xətti sürətini hesablayın. İndi biz burada r-i 0,2 metrdə yaza bilərik. İndi uz nöqtəsinin xətti sürəti. Artıq məndən ötürü periyod var və radius var.
Ona görə də mən xətti sürətin hansı düsturundan istifadə edərəm? 2 pi r bölünsün t-dən istifadə edərəm. O da bərabərdir. 2 vurulsun pi-ni 3 versək 0,2 bölünsün 60. Öz sonra bu da eləyir 0,2 metr bölünsün saniyə. Bax belə. Bu da bizim xətti sürətlə bucaq sürət arasında əlaqə ifadəsi. Kanalımıza abunə olmağı unutmayın, paylaşın, bəyənin ki, çox şəxslərin qarşısına çıxsın və bu dərslərimizdən bütün abiturientlərimiz yararlansın. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.